Salam, 8-ci sinif biologiya 1-ci hissədən 2-ci bölməyə bitki orqanizmi ilə tanış olaq. Burada qeyd olunur, heyvan orqanizmi kimi bitki orqanizminin orqanları da toxmalardan ibarətdir və xüsusi funksiya yerinə yetirən hüceyrələr qrupu birləşərək toxmaları əmələ gətirir. Bu toxmalar mənşəyinə və quruluşuna, funksiyasına görə müxtəlif qruplara ayrılır. Ola bilər ki, bitkinin orqanları, misal kök, gövdə, yarpaqlarda onlar müxtəlif formalarda, şəkildə ola bilər. Çəli bitkilərin orqanlarının funksiyalarına onların anatomik quruluşu ilə yanaşı, abiotik xarici mühit amilləri də təsir göstərir. Yəqin ki, abiotik xarici mühit amillərinə işıq, su, temperatur və sair amillərin aid olduğunu bilirsiniz. Burada qeyd olunur həmçinin Amazon meşələri haqqında. Amazon meşələri rütubətli meşədir. Yer kürəsində ən böyük, ən vacib karbon anbarı hesab olunur bu meşələr. Çünki bu meşədəki ağaclar atmosferdəki karbon qazını mənimsəyir və onu üzvü karbona çevirir ki, bu üzvü karbondan da müxtəlif məqsədlər üçün insanlar istifadə etmiş olurlar. Bildiyiniz kimi bu proses fotosintez nəticəsində həyata keçirilir. Yəni, havadakı karbon qazı bitkilər tərəfindən mənimsənilir, tərkibində karbon olan üzvü birləşmələrə çevrilir ki, bu da məhz fotosintez prosesi nəticəsində mövcud olur. Burada soruşulur, birinci, toxumlu bitkilərdə kök, gövdə və yarpaq hansı toxmalardan təşkil olunmuşdur? Bildiyiniz kimi bitkilərdə həm daimi toxmalar var, həm də törədici toxmalar var. Həmin daimi toxmalar öz başlanğıclarını törədici toxmadan götürür. Törədici toxmaya həm də meristima toxması deyilir. Digər daimi toxmalar isə örtük, ötürücü, mexaniki, əsas və ifrazat toxmaları hesab olunur. İkinci soruşulur burada. Bitkilərdə tənəffüs və fotosintezi üçün hansı amillər məhdudlaşdırıcıdır, nə üçün? Fotosintez prosesinə başlıca olaraq həm daxili, həm də xarici amillər təsir göstərmiş olur. Misal, xarici amillərdən ən çox mən deyərdim ki, temperaturun həddindən artıq yüksək olması fotosintez prosesi üçün məhdudlaşdırıcı amil hesab oluna bilər. Və yaxud tənəffüs üçün isə başlıca olaraq oksigen qazının azlığı tənəffüsə məhdudlaşdırıcı amil ola bilər. Üçüncü, burada soruşulur, bitkilərin ksilem və floem borlarında quruluş və funksiya necə əlaqəlidir? Bildiyiniz kimi, ksilem və floem borları bitkilərdə ötürücü toxumaya aiddir. Belə ki, ksilem borları qalın qılaflı ölü hüceyrələrdən ibarətdir. Onların enlikəsi olan hissələrdə qılaflar yox olub, onlar başlıca olaraq boruya çevrilir və bunlar adətən su və suda həll olmuş mineral duzların daşınmasında iştirak edir. Floem borları isə onlardan fərqli olaraq canlı hüceyrələrdir. Onların enkəsi bir-birinə keçən istiqamətdə ələk şəkilli olduğuna görə bunlarla həm də üzvü maddə daşınır və o üzvü maddələr asanlıqla müxtəlif istiqamətlərdə daşına bilir və ola bilər ki, yarpaqda əmələ gələn üzvü maddələr floema borları vasitəsilə digər orqanlara aparılsın və yaxud da ki, bitkinin köklərində əmələ gələn üzvü maddələr hansı ki, sintez olunur. Bura misal üçün amin turşularını da aid eləmək olar ki, onlar floema borları vasitəsilə digər orqanlara daşınmış, yarpağa və s. orqanlara daşınmış olsun. Burada baxırıq, bölmədə öyrənəcəksiniz. Çəli bitkilərin vegetativ orqanları törədici və daimi toxmalardan təşkil olunmuşdur. Mən bunun haqqında bir qeyd elədim ki, törədici toxmalar digər toxmalara, daimi toxmalara da başlanğıc verir. Örtük, ötürücü, əsas, mexaniki və ifrazat toxmaları bura aiddir. Sonra, qapayıcı hüceyrələrdə su potensialının və turqur
turqor təzyiqinin dəyişilməsinin təsiri ilə ağızcıqlar açılır və yaxud da ki, bağlanır. Bildiyiniz kimi ağızcıqlar həm tənəffüsdə, həm suyun buxarlanmasında, yəni transpirasiya prosesində, həm də fotosintez prosesində xarici mühitdən karbon qazının udulmasında və mühitə oksigen qazının buraxılmasında iştirak edir. Ağızcıqların qapalı və ya açıq olması isə qapayıcı hüceyrələrdə olan su potensialından və turqor təzyiqinin dəyişilməsindən asılıdır. İşıq, karbon qazı, su, temperatur, fotosintezin sürətinə təsir göstərən xarici amillərdir. Mən qeyd eləyə bilərəm ki, temperaturun həddindən artıq yüksək olması fotosintez prosesinə mənfi təsir göstərən xarici mühit amili ola bilər. 25-35 dərəcəyə qədər bu intensivlik göstəricisi gözlənilir. Sonra isə 35 dərəcə yuxarı olduqda fotosintezin intensivliyi zəifləyir. Bitki orqanizmində su və mineral maddələr hüceyrəarası boşluqlarda, hüceyrələrdən hüceyrəyə və yaxud ksilen borları ilə daşınır. Bildiyiniz kimi su mineral duzlar ksilema borları vasitəsilə daşınır. Onlar adətən oduncaqda yerləşmiş olur və yaxud ola bilər ki, hüceyrələr yerləşdiyi hüceyrəarası mühit də bu maddələrin daşınmasında iştirak eləsin və yaxud da hüceyrədən hüceyrəyə də osmos nəticəsində, prosesi nəticəsində su və suda həll olmuş mineral maddələr keçmiş olsun. Göz sistemi olan bitkilərdə suyun və suda həll olmuş maddələrin ksilen borlarında daşınmasına kök təzyiqi, kapillyarlıq, yarpaqların sorucu qüvvəsi və transpirasiya təsir göstərir. Bildiyiniz kimi, köklərin əmci telləri vasitəsilə adətən su və suda həll olmuş mineral duzlar torpaqdan əldə olunur. Onlar həm də torpaqdan qidalanmanı təmin etmiş olurlar. İşığın intensivliyi, külək, havanın rütubəti, temperatur, transpirasiyaya təsir edən ətraf mühit amilləridir. Bildiyiniz kimi, küləyin yüksək olması transpirasiya prosesini sürətləndirir. Havanın rütubətli olması isə transpirasiya prosesini aşağı salmış olur və beləliklə gördüyünüz kimi, istərsə işığın intensivliyi olsun, külək olsun, havanın rütubəti olsun, temperatur olsun, bunlar suyun buxarlanması üçün xarici mühit amilləri hesab olunur. Bu qədər, sağ olun, qalanları növbəti dərsimizdə.